Norveç Nobel Komitəsi 2025-ci il Nobel sülh mükafatının Venezuela siyasətçisi və insan haqları müdafiəçisi Maria Corina Machadoya verilməsi barədə qərar qəbul edib. APA xəbər verir ki, mükafat Machadoya Venezuela xalqının demokratik hüquqlarını təşviq etmək və diktaturadan demokratiyaya sülh yolu ilə keçid uğrunda apardığı yorulmaz mübarizə səbəbilə təqdim olunub. Machado 1967-ci il oktyabrın 7-sində Karakasdan anadan olub. O, liberal demokrat dəyərləri müdafiə edən və uzun illər Venezuelada rejimə qarşı mübarizə aparan əsas simalardan biridir. Machado Vente Venezuela adlı müxtəlif siyasi hərəkatın qurucusu və lideridir. 2014-cü ildə prezident Nicolas Maduro hökumətinə qarşı etirazlara görə parlament mandatı əlindən alınıb. Norveç Nobel Komitəsinin qərarı Osloda yerləşən Norveç Nobel İnstitutunda elan edilib. Qeyd edək ki, 2024-cü ilin Nobel sülh mükafatı isə Yaponiyanın Nihon Hidankyo təşkilatına verilmişdi. Bu hərəkat Hiroşima və Nagasakiyə atom bombası atılmasından sağ çıxanların yaratdığı Hibakusha hərəkatı olaraq da tanınır və nüvə silahından azad, sülh içində bir dünyanın yaradılması sayəsində göstərdiyi fəaliyyətinə görə mükafata layiq görülmüşdü.